olsun. Hər gün bir sual izahı ilə qarşınızdayıq. Burada qeyd olunur ki, 26-cı sualda dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluqçusu dövlət qulluğunda irəli çəkilə bilər. Yalnız müsahibə deyir, əlbəttə ki, bunu götürməyəcəyik. Uşaqlar, məsələn, ali, mən buradan yazıram, ali 3-cü təsnifatlarda bu, yəni vəzifələrdə irəli çəkilmək üçün, bu vəzifələri tutmaq üçün sizdən qulluqda yüksəliş və müsahibə istəyir. Eyni şəkildə yerli icra hakimiyyəti başçılarının müavinləri, xarici ölkələrdə ticarət nümayəndələri vəzifələri də qulluqda yüksəliş və müsahibə. Deməli, bu məsələmiz var, 2 məsələmiz. Qaldı digər məsələ müsabiqə yolu ilə. Uşaqlar, müsabiqənin özü də inzibati vəzifələrin tutulması üçün keçirilən prosesdir. Yəni, test imtahanı olur burada və bir də müsahibə olur, əlbəttə ki. Yəni, müsabiqə ilə də siz qulluqda əlbəttə ki, irəli çəkilə bilərsiniz. Məsələn, fikirləşin, BB kateqoriyası ilə işə girmişsiniz, sonra testdən keçirsiniz, BA sertifikatını alırsınız ya AC, müsahibəyə qatılırsınız və siz irəli çəkilirsiniz. BA, AC və s. Ona görə doğru cavabımız B variantı olacaq.